Amma bir hüquqşünas olaraq mən real əlimə sənədlər gəlmədən, real dəyişiklikləri görmədən heç vaxt deyə bilmərəm ki, ölkə başçılarının bu şəkildə səmimi və isti davranışından sonra Rusiya dövlətində Azərbaycanlılara qarşı hər hansı bir yumşalma olacaqdır. Bəs sənədlərimiz qaydasında olduqdan sonra bizim ehtimalımız varmı ki, biz yenidən Rusiya FSB-sinin və yaxud da ki, miqrasiya əməkdaşlarının qanunsuz davranışlarına məruz qalmayacaq? Buna qarantiya yoxdur, buna zəmanət yoxdur. Amma çox təəssüf, bizim səfirlik bu məsələdə heç bir fəaliyyətini görmədim. Buna göz yuman məmurlar da bir zəhmət bununla bağlı dövlət qarşısında hesabatlarını versinlər. Ramil bəy, ötən gün çox mühüm bir hadisə baş verdi. Ölkə prezidentləri, Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyev arasında görüş oldu. Putin İlham Əliyevdən üzr istədi. Aktual hadisələrinə görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirdi. Burada bir ilk olaraq bir çox suallar çıxır. Biz bu günləri əsas söhbətimizi miqrantların üzərindən quracağıq. Yəni neçə vaxtdır ki, gərginlik fonunda əsas əziyyəti də onlar çəkirdi. Amma ilk olaraq bilmək istərdim ki, bu Aktau hadisəsinə görə Rusiya İstintaq Komitəsi təzədən istintaqı başlamalıdırmı? Ümumiyyətlə bu hüquqi müstəvidə necə olmalıdır? Bu barədə istərdim danışasınız. Təşəkkür edirəm dəvətiniz üçün. Birinci növbədə onu bildirmək istəyirəm ki, ümumiyyətlə prezidentlərin görüşü zamanı mən bədən dilinə diqqət çəkmək istəyirəm. Çünki o görüşü mən də izlədim videosunu və hətta canlı yayın formatında izlədim. Ümumiyyətcə görüşlərdə tərəflərin bir-birinə qarşı hansısa bir gestikulyasiyaları, oturuşları, ümumiyyətcə ifadə tərzindəki o danışığın tembri bir çox şeylər barəsində məlumat verir. Rusiya prezidentinin bu şəkildə, belə deyim də, Azərbaycan Respublikası prezidenti qarşısında oturuşu, danışığı zamanı əllərinin hərəkəti bir təqsirli şəxs, belə deyim də, görüntüsü formalaşdırırdı və əslində Rusiya prezidentinin necə bir dövləti, necə bir qonşunu, necə bir partnyoru itirmək ərəfəsində olduğunu və hətta artıq itirdiyini, dərk etdiyini açıq-aşkar göstərirdi. Təbii ki, dövlətlər arasındakı münasibətlər pisləşəndə, hətta kəskinləşəndə daha çox əziyyəti sıravi insanlar çəkir. Həmin ölkənin biznes elitası görür və s. və ilaxıra. Bildiyiniz kimi bu ilin fevral ayından başlayaraq, hətta yanvar ayından başlayaraq Rusiya Federasiyasında, Rusiya Federasiyası ərazisində yaşayan miqrantlara qarşı bir sərtləşmələr başladı və nəticə etibarı ilə Azərbaycanlılar da bu sərtləşmələrdən, bu negativ qanun dəyişikliyindən kənarda qalmadı. Və ən acınacaqlısı o idi ki, keçən ilin dekabr ayında təyyarə qəzası, hətta mən buna, düzdür, bu bir sıra ədəbiyyatlarda, hətta xəbər portallarında təyyarə qəzası kimi şərh olunurdu, təqdim olunurdu. Mənə görə isə bu açıq-aşkar insanların həyatına qəsd idi. Açıq-aşkar mülki, belə deyim də, təyyarəyə qarşı törədilmiş bir cinayət idi. Və bu da dövlətlərin arasında bir narazılığa, kəskinləşməyə, münasibətlərin pisləşməsinə gətirib çıxartdı. Nəticə etibarı ilə də məhz həmin təyyarə qəzasından sonra Azərbaycan dövlətinin qətiyyətli duruşu, mən hesab edirəm ki, bu belə də lazım idi. Bu qətiyyətli duruş, əlbəttə ki, Rusiya kimi iri bir hegemon dövlətin xoşuna gəlmədi. Nəticə etibarı ilə sadə insanlara, miqrantlara, əməkçi kütləyə qarşı ciddi, belə deyək də, sərtləşmələrə getdi. Və mən hətta bunu daha altını çizərək demək istəyirəm ki, Qafqazda ən sərt dəyişikliyi və ümumiyyətlə ən sərt tədbirləri Azərbaycanlılara qarşı etməyə başladılar. Bildiyiniz kimi
qarşılıqlı şəkildə Azərbaycan dövləti də Rusiya dövlətinə məxsus olan mətbu qurumların heç bir qeydiyyatı olmayan, hətta heç hansı bir hüquqi statusun olması barədə məlumatımız olmadığı halda özdə harda düz hökumət binasının qarşısında yerləşən bir, mən onun adını ofis qoya bilərəm, nə bilim, bir ofisi bağladı. Ondan sonra şəhərin mərkəzində yerləşən bir Rusiya mədəniyyət mərkəzini bağladı və bütün Rus mədəni tədbirlərini, necə deyərlər, müəyyən bir qeyri-müəyyən müddətə təxirə salındığını və olmayacağını açıq şəkildə bəyan etdi. Ondan sonra Qərblə olan isnişmələr, bu da Rusiya hökumətində aşırı dərəcədə qısqanclığa və belə deyim də gərginliyə səbəb olması nəticə etibarı ilə Azərbaycanlı miqrantlara qarşı, əməkçilərə qarşı qaydaların sərt və xüsusi ayrı-seçkilik fonunda davam etdirilməsinə səbəb oldu. Və hətta mənim tanıdığım bir sıra tələbələr var idi ki, belə deyək də, onlar yay tətilinə gəlmişdilər, hətta gəlmək ərəfəsində belə aeroportda onları deport elədilər, yola saldılar. Yəni bu əlbəttə ki, xoşagəlməz hallardır. Onların hüquqlarının müdafiəsi mütləq şəkildə lazımdır və bu qaçılmaz idi. İndiki halda ölkə başçılarının bir-birinə qarşı isti davranışları bəlkə də insanlarımızda bir isnişməni yaradır, bir isnişməni formalaşdırır. Amma bir hüquqşünas olaraq mən real əlimə sənədlər gəlmədən, real dəyişiklikləri görmədən, eyni zamanda həmin dəyişikliklərin insanların həyatında real təzahürünü görmədən heç vaxt deyə bilmərəm ki, ölkə başçılarının bu şəkildə səmimi və isti davranışından sonra Rusiya dövlətində Azərbaycanlılara qarşı hər hansı bir yumşalma olacaqdır. Yəni Azərbaycanda, Sputnik Azərbaycanın yeri gəlmişkən icraçı direktoru Evdus Dağlığına buraxıldı. Rusiyada da Azərbaycanlılar həbs olunan, yəni Azərbaycan arasında həbs olunanlar var. Bir nəfər azadlığa buraxıldı, amma Azərbaycan diasporunun rəhbəri dəyişik oynayırıq. Yəni bir nəfər oradan, bir nəfər buradan. Amma Şahin Şıxlinski hələ də həbsdədir. Bu bilirsiz necədir? Mən açıq deyirəm. Bu davranış sanki müharibə zonasındakı davranışı xatırladır mənə. Əsirlərin birə-bir dəyişdirilməsi və yaxud da ki, Allah iraq eləsin, cəsədlərin birə-bir dəyişdirilməsi. Bu yaxşı bir şey deyil. Əgər belə deyim də, nə qədər biz bu məsələdə öz duruşumuzu, belə deyək də, elə Rusun dili ilə desək, stoykamızı qorumuşuqsa, necə desək, öz davranışımızı və öz xarakterimizi ortaya qoymuşuqsa, nəticə etibarı ilə burada əzilən tərəf bizik əslində. Məsələ budur. Və burada zərərə uğrayan tərəf bizik. Vətəndaşlarını itirən tərəf bizik. Və daha çox da bizə gəlinməli idi. Bizə deyilməli idi ki, bağışlayın, biz səhv etmişik. Və biz əslində üzr istəmək heç bir halda alçaqlıq deyil. Üzr istəmək böyüklük nişanəsidir, böyüklük örnəyidir, nümunəsidir. Ona görə də məncə bu məsələdə səhvə etiraf eləmək dövlət başçısı səviyyəsində bu təqdirə layiqdir. Aşağılar da bir zəhmət Azərbaycanlıların, haqsız yerə tutulmuş Azərbaycanlıların Rusiyada azadlığa buraxılmasını, belə deyək də, təmin etməlidir. Ondan sonra əgər sənin bir ofisin burada fəaliyyət göstərmək istəyirsə, o zaman həmin ölkənin qaydalarına uyğun şəkildə hərəkət etməlidir. Məsələn, əgər Azərbaycan dövləti BMT-nin burada institutlarını, ofislərini bağlamaq iqtidarındadırsa, hələ onlar ən yüksək beynəlxalq konvensiyalarla status əldə etmiş ofislərdir. Yəni, bir Rus mədəniyyət evinin, bir Rus evinin heç bir hüquqi statusu olmadan bu ölkədə fəaliyyət göstərməsi tamamilə açıq şəkildə Azərbaycan dövlətinin qanunlarını çeynəmək deməkdir. Görməzdən gəlmək deməkdir. Buna göz yuman məmurlar da bir zəhmət bununla bağlı dövlət qarşısında hesabatlarını versinlər ki, niyə buna göz yumurlar ümumiyyətcə? Ümumiyyətlə, necə düşünürsünüz?
Yəni bütün bu olaylar onu deməyə əsas verir ki, yəni hər zaman ola bilər ki, belə bir hadisələr baş versin və münasibətlər gərginləşsin. Bəs miqrantlar üçün hansı bir örnək oldu bu? Yəni biz hər zaman nəyi gözləməliyik? Təşəkkür edirəm sualınız üçün. Ümumiyyətcə siyasətdə əbədi dostlar və əbədi düşmənlər yoxdur anlayışı. Bu bir daha öz belə deyək də təsdiqini tapdı. Baxmayaraq ki, Rusiya dövləti ilə Azərbaycan dövləti arasında strateji tərəfdaşlıqla bağlı müqavilə imzalanmışdır. Rusiya mümkün qaydaları məhz Rusiya pozdu. Bu bir. Bu nəticələrdən çıxış eləyərək hesab eləyirəm ki, bizim vətəndaşlarımız da, soydaşlarımız da bir sıra hüquqi prosedurlara diqqət etmək məcburiyyətindədirlər. Artıq o dövr getdi. Yəni bizim el dili ilə desək, o baba öldü. Artıq yeni qaydalar və sərt qaydalar qüvvədə olduğu sürəcə bu yumşalmadan istifadə edib, hətta bu yumşalma başladığı vaxtda bu yumşalmadan istifadə edib hüquqi sənədlərini qaydasına qoymaq məcburiyyətindədirlər. Çünki necə ki biz Rusiya təşkilatlarının, hətta burada fəaliyyət göstərmək istəyən Rusiya vətəndaşlarının ölkə qanunvericiliyinə əsasən fəaliyyətinin hüquqi aspektlər baxımından, hüquqi baxımından düzgün tətbiq olunmağı tələb eləyiriksə, bizim ölkə vətəndaşlarımız da həmin ölkənin ərazisində işləyərək pul qazanıb, bu ölkəyə yaxın qohum əqrabasına pul göndərirlərsə, bu hüquqi məsələləri gözə almalıdırlar. Artıq Rusiyada bilirsiniz ki, işləmək üçün patent deyə bir anlayış var idi. O artıq ləğv olunmaq ərəfəsindədir. Burada Rusiya artıq birdəfəlik icazələr tətbiq eləməyə başlayacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, hansısa bir miqrant gəldi, işlədi müəyyən bir zaman, 3 ay və yaxud da ki, məsələn, o tətbiq olunan sənəddə artıq öz əksini tapacaq. Ta ki, o burada nə qədər müddət ərzində əmək müqaviləsi ilə işləyəcək, nə qədər müddət ərzində biznes fəaliyyəti olacaq. Həmin müddət üçün patentini necə ki, əvvəllər patent alırlar, indi iş icazəsini alacaq. Burada sadəcə olaraq ad dəyişir, amma sərtləşmə yenə də var. Bir dəfəlik, belə deyim də, ona icazəni verdikdən sonra növbəti etapda artıq ölkəyə buraxmaya da bilər. Bu, yenə də deyirəm, ötən verilişlərimizdə dediyimiz kimi, ümumiyyətcə miqrasiya qanunvericiliyi ilə, vergi qaydaları ilə, sosial təminat qaydaları, qanunları ilə bağlı dövlətlər bir-birinə qarşı hansısa bir təzyiq edə bilməzlər. Nə də ki, beynəlxalq təşkilatlar həmin qaydaları niyə tətbiq eləyirsən deyə sorğulaya bilməzlər. Məsələn, bu günlərim Azərbaycan Respublikası artıq neçə ildir, 5 ilə yaxındır, ölkənin quru sərhədlərini bağlı saxlayır. Hansısa bir xarici ölkə deyə bilmir ki, sən niyə ölkə quru sərhədlərini bağlı saxlayırsan? Yəni, bu ölkənin daxili işidir. Hər nə qədər mənə də xoş deyil. Bu ölkənin daxili işidirsə, yəni bundan ölkə vətəndaşları ilə hökumət hesablaşır. Yəni, kənardan müdaxilə qəbul olunmur. Kənardan müdaxilə olunacaq məsələlər insan hüquqlarıdır, siyasi hüquqlardır və digər bu qəbildən olan hüquqlardır ki, məsəl üçün, beynəlxalq təşkilatlar bu pozuntularla bağlı bəyanatlar verə bilərlər və yaxud da ki, məsəl üçün, bir sıra siyasi hüquqların tətbiqi ilə bağlı beynəlxalq məhkəmələr qərarlarında buna ölkəni düzəliş etməklə bağlı çağırışda buluna bilərlər və s. Amma miqrasiya qanunvericiliyi, miqrasiya qaydalarının tətbiqi ilə bağlı, belə deyək də, digər ölkələrə bununla bağlı hər hansı bir tələblər irəli sürülməsi beynəlxalq hüquqa görə olmaz. Amma bir yerə qədər ki, orada humanitar hüquq pozulmasın. Ramil bəy, son bir il ərzində indi miqrasiya qaydaları, qanunlarında sərtləşmələri biz gördük. Bununla bərabər bazarlarda çalışan Azərbaycanlılara qarşı şiddəti, zoraki münasibətləri də gördük. Bax, bundan sonra həmin o fəhlələr, bazarlarda çalışan Azərbaycanlıların aqibəti necə olacaq? Yumşalma olsa belə, onlar nələrə diqqət eləməlidirlər? Onlar diqqət eləməlidirlər, bir daha deyirəm. Birinci, yaşamaq üçün icazə sənədlərini qaydasına qoymalıdırlar. Miqrasiya idarələrinə getməklə mən deməli, keçən həftə oradakı olan bir sıra şəxslərlə birbaşa əlaqə saxladım.
daha doğrusu mən öz təşəbbüsümlə əlaqə saxlamadım. Belə ümumi söhbətlər əsasında bu sual da yadıma düşdü, verdim. Dedilər artıq biraz azalmalar var miqrasiya idarələrinin qabağında və artıq insanlar sübh tezdəndən gedib orada hər hansı bir növbələr falan tutmurlar. Amma yenə də bir necə deyərlər, bir çoxluq, sıxlıq müşahidə olunmaqdadır. Elektron sistemləri artıq normal işləməyə başlayıbdır və vətəndaşların artıq sərt şəkildə köhnə, tutaq ki, inzibati pozuntularla, tənbehlərlə bağlı qərarların icrası tələb olunub ölkədən çıxardılma məsələləri demək olar ki, azalıbdır. Amma yenə də deyirəm, ölkə vətəndaşlarımız miqrasiya idarələrinə getməklə, qeydiyyatdan keçməklə qanuni mövcud olma sənədlərini əllərinə almalıdırlar. Bu bir. İşləyirlərsə, iş icazələrini almaqla bağlı mütləq şəkildə işə götürənin, ondan sonra özlərinin biznesləri varsa, vergi ödəyicisi olaraq qeydiyyata alınmaları ilə bağlı. Bizim insanımız da bəzən hətta orada olduğu bir günü, 2 günü, 3 günü belə qənimət bilir. Bu normal bir şeydir. Amma onlar bilməlidirlər ki, sən bir günü, 2 günü sərf eləməklə, sənədləri qaydasına qoymaqla normal şəkildə fəaliyyətini təmin edə bilərsən. Ya da əgər sənin aşırı dərəcədə gəlirin yüksəkdirsə, bununla bağlı oradakı miqrasiya belə deyim də sahəsində çalışan mütəxəssislər var. Onlar hüquqi xidmətlər göstərirlər. Onlarla bir müqavilə bağla. Necə deyərlər, etibarnaməni verginə qoy, adam sənə xidmət göstərsin və sənin sənədlərini təqib eləsin. Mən tövsiyə edirəm ki, vətəndaşlarımız ya birbaşa özləri öz sənədlərinin hazırlanması ilə bağlı proseslərə başlasınlar, lazımi sənədləri vaxtında təqdim eləsinlər, ölkəyə giriş qaydaları ilə bağlı tələblərə riayət etsinlər. Belə deyim də, 72 saat öncədən əvvəllər tələb var idi, indi də həmin tələb qüvvədədir. Ölkəyə daxil olmaqla bağlı 72 saat öncədən məlumat verir. Məsələn, keçən əvvəl bizim dostlardan biri keçibdir, belə deyək də, sənədlər qaydasında deyil. Elə hava limanındaca geri qaytardılar adamı, bütün planları pozuldu. Yəni, bütün bunların hamısı ona xidmət eləyir ki, birinci növbədə özümüz də özümüzü islah etməliyik. Və sənədlərimiz qaydasına düşdükdən sonra artıq qanuni əsaslarla fəaliyyətimiz mümkün olacaq. Sual, bəs sənədlərimiz qaydasında olduqdan sonra bizim ehtimalımız varmı ki, biz yenidən Rusiya FSB-sinin və yaxud da ki, miqrasiya əməkdaşlarının qanunsuz davranışlarına məruz qalmayacaq? Buna qarantiya yoxdur, buna zəmanət yoxdur. Çünki bu Rusiya dövlətidir, bu Rusiyadır. Burada hər şey mümkündür. Bayaq az öncə, yəni Şahin Şıxlinski, yəni Azərbaycan diaspor rəhbərinin, o həbsdə olan Azərbaycan diaspor rəhbərinin Şahin Şıxlinskinin məsələsinə toxundum. Yəni onun adı qətildə hallanır. Onun vəziyyəti necə olacaq, buraxıla bilərmi? Bununla bağlı Rusiya qanunvericiliyinə fikir vermək lazımdır. Kifayət qədər Azərbaycanlı, milliyyətcə Azərbaycanlı olan Rusiyada fəaliyyət göstərən vəkillər kollegiyasının üzvləri var və həmin belə deyək də vəkillər Rusiya qanunvericiliyinə baxmalıdırlar. Əgər 20 il bundan qabaq, nə bilim 20 neçə il bundan qabaq bir qətl hadisəsi olubdursa, onun istintaqı gedirsə, bununla bağlı tutaq ki, hər hansı bir hüquqi proses başladılmışdırsa, indi o davam eləyirsə, bu artıq sırf istintaqa aid olan bir məsələdir. Məsəl üçün, burada belə deyim, burada cinayətin müddətlərinə baxmaq lazımdır. Burada cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun istintaqın aparılıb-aparılmaması, istintaq müddətinin axımının dayandırılması və ya dayandırılmaması barədə bütün bunlar hamısı hüquqi sənədlərə baxış tələb eləyir. Məsələn, bu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olsaydı, mən böyük məmnuniyyətlə deyərdim ki, məsəl üçün, hansı kateqoriya cinayətlər üzrə hansı cinayət müddətləri tətbiq olunur, bu aydın məsələdir, bizim milli qanunvericilikdir. Amma Rusiya qanunvericiliyi barədə məlumatım yoxdur. Amma hesab eləyirəm ki, aşağı-yuxarı demək olar ki, eyni qanunvericilik
çətiri altındayıq və hətta bizim bir sıra qanunlarımız, istər Cinayət Prosessual Məcəllə olsun, istər Cinayət Məcəlləsi olsun, demək olar ki, Rusiya Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin copy-paste-idir. Yəni, ona görə də eyni, belə deyim də, müddəalar və eyni müddətlər aşağı-yuxarı tətbiq olunur. Bu məsələdə oradakı vəkillərin, hətta əgər bu Azərbaycan dövləti üçün strateji bir iş kimi qəbul olunarsa, hətta Azərbaycandan belə vəkillər gedib, belə deyim də, bu sahənin uzmanı olan şəxslər belə gedib, o ölkədə fəaliyyət göstərmək və yaxud da ki, orada fəaliyyət göstərən vəkillərə bu sahədə köməklik göstərə bilərlər. Yetər ki, bununla bağlı bir təşəbbüs olsun. Allah Şahin bəyin qapısını açsın. Bizim üçün çox əziz və dəyərli ziyalıdır. Böyük bir nəslin nümayəndəsidir. Hörmətlə yanaşırıq. Ona görə mən hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti ciddi nəzarətə götürməlidir. Oradakı səfirliyimiz aktiv fəaliyyət göstərməlidir. Bir halda ki, belə deyək də, Azərbaycan dövləti Azərbaycanlıların, dünya Azərbaycanlıların hamisi qismində çıxış eləyir. Mən hesab eləyirəm ki, səfirlik bu məsələdə hüquqi yardımı belə deyim də öhdələnməlidir, öhdəliyinə götürməlidir və bütün yardım olan nə tələb olunursa onu etməlidir. Əvvəldə qeyd etdiyim kimi, deməli, Putin tam olaraq açıqladı ki, onlar tərəfindən, Rusiya tərəfindən, yəni Ukraynaya dronların vurulması üçün göndərilən həmin o Azərbaycanın təyyarəsinə tuşlanıb və o kompensasiyanın ödəniləcəyini bildirdi. Qara qutu araşdırılır, açıqlanıb. Yəni və ümumiyyətlə istintaq qrupunda onlarla bərabər Azərbaycanlılar da, yəni prokuror nümayəndələri və digər hüquq mühafizə orqanları da, bizim hüquq mühafizə orqanları da orada iştirak eləməlidirlərmi? Bax, bu məsələyə necə yanaşırsınız? Ümumiyyətlə, birincisi, ilk əvvəldən, ilkin vaxtlardan Azərbaycan tərəfi təşəbbüs göstərdi, bəyanat verdi ki, istintaqın gedişatında iştirak eləmək istəyirlər və Qazaxıstan tərəfi də bu məsələyə biraz çox isti deməzdim, amma ilıq yanaşdı. Yəni, soyuq da yanaşmadı, ilıq yanaşdı. Məsəl üçün, hadisənin baş verməsindən sonra bildiyiniz kimi Fövqəladə Hallar Nazirimiz ora getdi. Ondan sonra digər yüksək rütbəli vəzifəli şəxslər orada iştirak elədilər. Belə deyək də, açıq-aşkar təyyarənin, belə deyək də, üzərində, vurulmuş təyyarənin üzərində güllə yaraları, yəni belə deyim də, görünürdü. Sadəcə olaraq qara qutunun dərhal aşkara çıxardılması və istintaq tərəfindən aidiyyəti üzrə araşdırmaya götürülməsi bu bizim üçün ən azından müsbət bir hal idi. Çünki nə qədər biz görmüşük ki, qara qutular itirilibdir. Bunu biz çox görmüşük. Və Qazaxıstan tərəfinin bizim ölkənin hüquq mühafizə orqanlarının bu araşdırmada iştirakını təsdiqləməsi məndə məlumat yoxdur, var ya yox. Amma düşünürəm ki, bu məsələdə bizim hüquq mühafizə orqanları da iştirak etməlidir. Və əgər ölkə başçısı səviyyəsində, dövlət başçısı səviyyəsində bir günah etirafı varsa, burada artıq demək olar ki, istintaq yekunlaşmalıdır faktiki olaraq. Yekunlaşdırıla bilər. Çünki Rusiya dövləti artıq etiraf eləyir və hətta kompensasiyanın ödənilməsini belə öz üzərinə götürür. Bu da müsbət qiymətləndirilməli olan bir davranışdır. Üçüncü ən əsas məsələ, həmin belə deyim də, təyyarənin vurulmasının göstərişini verən yüksək vəzifəli şəxs müəyyən olunmalıdır. Biz bu davranışı Rusiya dövlətindən gözləməliyik. Rusiya dövləti də bunu bizə etməlidir. Çünki hadisənin baş verdiyi ilkin əvvəllərdə adını demək istəmirəm, kimin yüksək belə deyim də, şövqlə bunu əmr verdiyini barədə
mətbuatda, sosial şəbəkələrdə yazılar getdi. Sosial şəbəkələrdə bu yazıların nə qədər əsaslı, nə qədər reallığa söykəndiyini mən deyə bilmərəm. Amma bir ehtimallar bu xalqın ürəyində də oldu. Hətta ölkə başçısının dəfələrcə bu əmri verənləri biz bilirik, belə deyim də, Rusiya dövlətindən də gözləyirik ki, onlar məsuliyyətə cəlb olunsun deməsi faktiki olaraq cinayətkarın aşağı-yuxarı məlum olması anlayışındadır, anlamındadır. Ona görə də mən hesab edirəm ki, burada artıq həmin şəxsin məsuliyyətə cəlb məsələsinə baxılmalıdır. Bu da indi bizim milli qanunvericiliyə görə Azərbaycan Respublikasının vətəndaşı cinayət törətmiş olsa belə başqa dövlətə verilə bilməz. Bu dövlətin bir eyni zamanda üzərinə götürdüyü konstitusion öhdəlikdir. Bəlkə də eyni öhdəlik Rusiya dövlətində də var, Rusiya konstitusiyasında da var. Mənim bu barədə məlumatım yoxdur. Amma hesab edirəm ki, o da eyni cür davranar, öz vətəndaşını cəza çəkməsi üçün bizə göndərməz. Amma ən azından biz bilməliyik ki, həmin şəxs Rusiya Federasiyasının qanunlarına görə məsuliyyətə cəlb olundu. Cinayət məsuliyyətinə cəlb olundu. Ümumiyyətcə, Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi və müvafiq konsulluq idarələri mütləq şəkildə bu tərəflərin yumşalmasından xoşhal olmamalıdır. Onsuz da Rusiya səfirliyində olan, Azərbaycan Respublikasının Rusiyadakı olan səfirliyi bu gərginlik zamanlarında, eyni zamanda miqrantlara qarşı bu kobud davranışlar zamanı hər hansı bir hüquqi dəstəyini mən görmədim, açıq deyirəm. Heç olmasa bundan sonra bu bizim ölkənin vətəndaşlarının ki, müəyyən bir böyük kütləsi artıq bu problemlərini həll etdilər. Heç olmasa yerdə qalan əhali üçün, soydaşlarımız üçün, Azərbaycan vətəndaşları üçün bir hüquqi, belə deyək də, dəstəyini göstərsin. Mən açığın deyim, bu miqrantlara qarşı bu sərtləşmiş qaydalar zamanı Özbəkistan dövlətinin davranışını son dərəcə mükəmməl qiymətləndirirəm. Adamlar qaynar xətt yaratdılar, adamlar hüquq şirkətləri ilə əlaqə saxlayıb müqavilələr bağladılar və konkret ünvanlar verdilər ki, vətəndaşlar oralara müraciət eləsin və həmin vətəndaşlar həmin hüquq şirkətlərinin nümayəndələri ilə, əməkdaşları ilə fərdi qaydada müqavilə bağlamaqla işləmələrini təmin eləsin. Özbəkistan dövləti bunu belə deyim də təşkil elədi, amma çox təəssüf bizim səfirlik bu məsələdə heç bir fəaliyyətini görmədim.